Azərbaycan dili dövlət dili. Testlərinin, buraxılış testlərinin ardına baxaq. Hansı variantda yalnız çoxaltma dərəcəsində olan sifətlər verilmişdir? Mavi adi dərəcədir. Çıxırıq. Tərtəmiz çoxaltma dərəcəsi, sarışın isə azaltma dərəcəsidir. Çıxırıq. Şirindəhər azaltma dərəcəsidir. Çıxırıq. Xırdaca çoxaltma dərəcəsi, yup-yumru çoxaltma dərəcəsi, yamyaşıl çoxaltma dərəcəsi, açıq göy azaltma dərəcəsi və sapsarı çoxaltma, qaraşın yenə azaltma dərəcəsidir. Ona görə E variantını götürmürük. Cümlənin birində feil əmr şəklindədir. Hekayəni bir daha diqqətlə oxuyun. Əmr şəkli. Axırıncı yazaq. Tək həmişə belə yaxşı oxuya. Tək varsa burada arzu ədatıdır. Deməli, feil də arzu şəklindədir. Arzu şəklində. Hazırlanmalısan, malısan. Vacib şəkli. Bu siyahıdakı ərzaqlar alınasıdır. Yəni lazımdır bunlar. Lazım şəkli. Gecədən yağan yağış səhər kəsdi. Nə vaxt kəsdi? Nə zaman kəsdi? Deməli, bir işin, hadisənin zamanı haqqında bizə məlumat verirsə, deməli, xəbər şəklidir. Qrammatik normaya uyğun cümlə qurun. Bizə göydəki yayılmışdı səsi, quşların, çöl, ətrafa sözləri verilir. Bunlardan uyğun cümlə qurmalıyıq. Gəlin bir yazaq. Göydəki çöl quşlarının səsi ətrafa yayılmışdı. 1, 5, 4, 3, 6, 2. Bu cür alınır cavab. Gəl bir daha da oxuyaq. Deməli, göydəki çöl quşlarının səsi ətrafa yayılmışdı. Cavab belə alınır.